düzgün qidadan başlayır. Ən yaxşı qidalanma detoksu. ABŞ-da qeydiyyatda olan 30 mindən çox kimyəvi maddənin əksəriyyəti barədə kifayət qədər təhlükəsizlik məlumatımız yoxdur. Amma ən böyük problem artıq illər əvvəl qadağan edilmiş, lakin hələ də qida zəncirində qalan maddələrdir. Bunlara PLOPS Persistent Lipophilic Organic Pollutants, yəni davamlı yağda həll olan üzvi çirkləndiricilər daxildir. Buraya dioksinlər, PCB-lər və DDT kimi insektisidlər daxildir. Bəs PLOP-ları necə azalda bilərik? Bugün qida mənbəyindəki DDT-nin əsas hissəsi ət və xüsusilə balıqdan gəlir. Okeanlar insanlığın kanalizasiyası kimidir. Hər şey sonunda dənizə axır. Heksaklorobenzene adlı başqa bir qadağan edilmiş pestisid də xərçəng riskini artıra bilər və bütün heyvani məhsullara daha bərabər paylanır. PCB-lər isə yenə əsasən balıq mənşəli çirkləndiricidir. PCB-lər illər öncə transformator və elektrik avadanlıqlarında istifadə olunan sənaye kimyəvi maddələridir. 18 ölkədən 12 mindən çox qida nümunəsinin analizinə görə ən yüksək PCB səviyyəsi balıq və balıq yağında, sonra yumurta, sonra süd məhsulları, ən az digər ət növlərindədir. Somon, xüsusilə fermada yetişdirilən, ən yüksək çirklənmə səviyyəsinə malikdir. Ardınca konserv ton balığı gəlir. Amma insanlar balığı çox yemədiyi üçün gündəlik həyatda ən çox çirklənmə mənbəyi digər ətlər ola bilər. Bitkilərdə isə çirklənmə 7-20 dəfə daha aşağıdır. Bu, müasir dünyada bitki əsaslı qidalanmanın üstünlüklərindən biridir. Qida zəncirində ən aşağı pillədən qidalandıqda sənaye çirkləndiricilərinə daha az məruz qalırıq. ABŞ-da hər il milyardlarla funt kəsimxana tullantısı yaranır və bunların çoxu yenidən heyvan yeminə qatılır, xüsusilə toyuqlara. Və bu yol ilə kimyəvi maddələr dövr edib yenidən qida təchizatına qayıdır. Qurğuşun sümüklərdə yığılır. Civə proteinlərə bağlanır. Yumurta ağında sarısından 4 dəfə çox ola bilər. Sümüklərdəki qurğuşunun bir hissəsi nəcislə atılır. Amma bu nəcisi belə heyvanlara yem kimi verirlər. Çirklənmə artır. Bitki əsaslı qidalananlarda bütün növ xərçənglərin daha az görülməsi bununla əlaqəli ola bilər. Amma uzunömürlülükdə rolu tam bilinmir. Ağır metallar insan yaşlanmasını sürətləndirir. Ətraf çirkləndiricilər telomerlərin qısalması ilə əlaqələndirilir. Bəzi çirkləndiricilər isə eyni zamanda ölüm riskini artırır. Məsələn, beta-heksaklorotsikloheksan qadağan edilmiş pestisid. Qanda yüksək səviyyələri ümumi ölüm riskini artırır. İki bacının ana südü üzərində aparılan araşdırma maraqlı nəticə göstərdi. Vegetarian olan ananın südündə bu toksinlər çox aşağı idi. Ət yeyən bacıda isə xeyli yüksək. Son 30 ilin araşdırmaları göstərir ki, vegetarianların bədənində bu çirkləndiricilərin bəziləri 50-100 dəfə aşağıdır. Hətta bəzi kimyəvilərdə vegetarianların ən yüksək dəyəri, ümumi əhalinin ən aşağı dəyərindən belə aşağıdır. Xlorlu PCB-lər də daha yüksək ölüm riski ilə əlaqələndirilir. Bu səbəbdən məqsədimiz heyvani yağları azaltmaq olmalıdır. Tam bitki əsaslı qidalananların qanında PCB səviyyəsi xeyli aşağıdır. Dioksin səviyyəsi də belə. PBDE kimi alov geciktirici kimyəvilər də bitki əsaslılarda aşağıdır. Balıqda səviyyə daha yüksək olsa da, Amerikalılar üçün əsas mənbə toyuqdur, çünki çox yeyilir. ABŞ toyuqları digər ölkələrlə müqayisədə 10-20 dəfə daha çox çirklənmişdi. Ətsiz qaldıqca bu toksinlərin səviyyəsi aşağı düşür. Bitki əsaslı qidalanma ağır metalları da azaldır. Balıq yeyənlərlə müqayisədə bitki yönümlü pəhrizdə cıva səviyyəsi 10 dəfə aşağıdır. Araşdırma. Bitki əsaslı pəhrizə keçdikdən 3 ay sonra saçdakı cıva,
qurğuşun və kadmium səviyyəsi kəskin azalır. Ət və yumurta geri əlavə olunanda isə səviyyələr yenidən yüksəlir. Amma bəzi kimyəvi çirkləndiricilər, orqanoxlorlar bədəndə 10 illiklərlə qala bilər. USDA analizi göstərir ki, yetkinlər üçün təhlükə azdır. Amma uşaqlar çox çirklənmiş ət yeyərsə limitləri keçə bilər. Avropalı toksikoloqlar uşaqlar üçün belə tövsiyə edir. Mal, donuz, toyuq birlikdə. Ayda maksimum 5 porsiya, yəni 6 gündə 1 porsiya. Böyüklər üçün quzu əti isə 4-5 ayda 1 porsiya. Üstəlik, orqanik mit də vəziyyəti dəyişmir. Orqanik və adi ətlərdə çirklənmə səviyyəsi demək olar ki, eynidir. Bəs detoks üçün nə edə bilərik? Lifli qidalar toksinləri bağlayıb atır. İdman, tər və detoks fermentlərini artırır. Yağlı ətləri azaltmaq, xüsusilə görünən yağları kəsmək. Ən yaxşı detoks nədir? Heç zəhər qəbul etməmək, yəni çirklənməni əvvəldən azaltmaq.